Hörmətli tamaşaçılar, beləliklə yarım finalın səs verməsi olacaq. Amma yarım finalın səs verməsinə keçmək üçün təbii ki, gözləmə otağında olan maskanı bura dəvət edəcəyik. Həmin maska bura gələnə qədər bugünkü namizədlərin çıxışlarına bir daha nəzər yetirək. Hörmətli tamaşaçılar, yarım finalın ən həyəcanlı anlarıdır. Çünki iki maskadan biri finala gedəcək. Ya pələng finala gedəcək, ya pişiyi finalda görəcək. Son səs vermə. Bir sözlə, baxaq görək, nələr baş verəcək. Məhz siz iki maskadan birinin maskasını çıxaracaqsınız. Ya pələngin, ya pişiyin. Amma biz məsləhətləri dinləməliyimi? Bəli. Təbii ki, detektivlərimizin deyəcək çox sözü var. Amma hal-hazırda məsləhətlərini eşitmək istəyərdik. Kamilə xanım, sizinlə başlamaq istəyirəm. Hansı maskanın bugün, bu dəqiqələrdə maskasının açılmasını istəyərdiniz? Ta ilk gündən söyləyirəm ki, pişikləri çox sevirəm. Pişiklər mənim ən sevimlilərimdir. Amma burada bir böyük pişik var, bir də balaca pişik var. Odur ki, balaca pişik maskasını açsın. Ağlayır Kamilə və Coşqun Rəhimov. Hansı maskanın açılmasını istəyərdiniz? Pişiyin ya pələngin? İkiniz də çox gözəl personajsınız. Ya, bu vaxta kimi çox təəccübləndirdiniz. Həm tamaşaçıları, həm detektivləri, ümumiyyətlə hər kəsi. Amma mənim favoritim pələngdir, pələng. Pişiyin maskası açılsın. Pişik, iki səs pişikdə. Nigar Camal, məyus olmusunuz? Ağlamaq istəyirsiniz? Çox məyus olmuşam çünki ikisini dəqiq istəyirdim ki, finalda olsunlar. Amma iki dəfə Coşqunla Kamilə seçiblər ki, o pişiyin maskası açılsın. Mən də deyirəm, o pələngin maskası açılsın. Pələng! 2-1, Murad Arif. Ay, o tərəzi düzgün işləsəydi, burada qırat dayanmışdı və onu da çıxarırdıq. Amma mənim artıq sizə etibarım yoxdur. Şəxsi fikrimi soruşursunuzsa, tamamilə razıyam. Hər ikisi finala layiqdir. Mənim könlüm, qəlbim, musiqi hissiyatım pələngdən yana olsa da, mənim qızımın bir ismarıcı var. O pişiyi çox sevir və pişiyə sevgilərini göndərir. Ona görə də pişik qalsın. Pişik qalsın, pələngin maskasının açılmasını istəyirsiniz. Pələng, siz finala layiq idiniz. Çox heyf. Babalı. Pələngin maskasının açılmasını istəyir Murad Arif. 2-2. Faiq Ağayev. Mən ilk olaraq pələngin alicənablığını və kişiliyini alqış rica edirəm. Çünki bayaqdan deyir ki, mənim maskamı açın. Görün, necə xanımı qoruyur. Bayaqdan özü göstərir ki, mənim maskamı açın, amma xanımla işiniz olmasın. Bu alicənablığına görə böyük alqış. Əgər pişik kimilərdən danışırıqsa, bilirik ki, pələng yırtıcıdır, pişik də ev heyvanıdır. Amma şəxsən mənim baxışımdan, mənim baxış bucağımdan hər ikisi də güclü olsa, bu proyektdə nədənsə yırtıcı pişik oldu. O daha belə müxtəlif artistlər bizə göstərdi öz ifasında və mən
pələngin maskasını açıb öyrənmək istəyirəm ki, kimdir bu giper istedadlı iştirakçı? Çox sağ olun. Təşəkkürlər. Hörmətli tamaşaçılar, gördünüz də. 3 bizim detektivimiz dedi ki, pələngin maskası açılsın. 3 detektivimiz. 2 detektivimiz dedi ki, məhz pişiyin maskası açılsın. Məsləhətlərə qulaq asırsınız ya yox, bilmirəm. Amma seçim sizindir. Əgər siz pələngin maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz pişiyin maskasının açılmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Tələsirik, səs vermə başlasın. Biz yarım finaldayıq. Yarım final həqiqətən çox həyəcanlıdır. Auditoriyamız səs verir və biz təbii ki, bu səs vermədə müəyyən edəcəyik hansı maska növbəti mərhələyə keçir. Basmayın. Çünki az səs toplayan maska növbəti mərhələyə, çox səs toplayan maska isə maskanı bir neçə saniyədən sonra açacaq. Stop! Və qoy səslər hesablansın. Bizim tamaşaçılarımız hansı maskanın maskasının açılmasını istəyir? Şir, pələng deyirsiniz, pişik deyirsiniz. Pişik deyənlər əlini qaldırsın. Pələng deyənlər əlini qaldırsın. Demək olar ki, 50-50-yedir. Növbəti finala gedən pişik kimilərdən biri qala bilər. Növbəti mərhələyə, finala gedir. Pələng! Pələng növbəti mərhələyə gedir. Pişik isə maskasını çıxaracaq. Bəli, yarım final və yarım finala qədər gəlib çıxan bizim gözəlimiz Pişik indi maskasını açacaq və biz o məşhuru tanıyacağıq. Amma son təxminlərinizi eşitmək istəyirəm, detektivlər. Sizin fikrinizcə Kamilə xanım, Pişik maskası arxasında kimdir? Bizim bu ciddiliyimizi görürsünüz də. Yəni artıq son dəqiqələrdəyik. Sevimli pişiyimizin birazdan sonra o gül camalını görəcəyik. Əvvəlcədən onu söyləmək istəyirəm ki, pişik o qədər gözəlsən, o qədər şənsən, o qədər enerjilisən, o qədər mehribansan. Yəni o qədər sevmişik səni və sevgimizin həddi hüdudu olmadığına görə bir də istəyərdik görək axı o maskanın arxasında kimdir bizi belə müşkülə salıb. Bu günə qədər, bu saniyəyə qədər bəxş etdiyin bu bayrama görə sənə, sizə dərin təşəkkürlərimi bildirirəm. Bu həftələr ərzində söyləmişəmsə elə qoy sözümün də üzərində durum. Düşünürəm ki, bu maskanın arxasında dostum Sevda Ələkbərzadədir. Murad Arif. Ay pişik, çox gözəl məstan, şirin pişik, istedadlı pişik. Biz səni çox sevdik, bunu biləsən. Vallahi səni finalda görürdük, belə alındı. Belə alındı. Mən görürdüm də, mən bugün buradan qıratı çıxartmalıydım. Heç kim mənim sözümə qulaq asmadı, ay pişik, qırat getməliydi. Vəssalam. Dostlar, bu ərki bilirsiniz kim edər mənə? Ciddiləşdi. Bunu yalnız mənim dostum mənə belə edər. Amma odusa, yəni ürəyim paramparça olacaq da. Bu Leyla Quliyevadır. Nigar Camal. Ya Gülay, ya Xatirə İslam. Coşqun Rəhimov. Pişik, səni çox istəyirik. Sən doğrudan da bizi mat qoydun.
həm tamaşaçıları, həm xəfiyyələri mat qoydun. Biz daha nə qədər adlar dedik. Bu sənin peşəkarlığından irəli gəlir. Bu sənin professional bir insan olduğundan irəli gəlir. Çox sağ ol ki, maskadasan. Hələ ki biz səni pişik kimi tanırıq. Amma təxminlər budur. Günay İbrahimli də ola bilər. Bircə onu demək istəyirəm ki, əzizim pişik, sən burada bu 9 veriliş ərzində nə qədər çıxış eləmisənsə, hamısı türklər demiş 10 numaradır. Yəni, ən məsuliyyətlə yanaşan personajlardan birisisən. Daha doğrusu artistlərdən birisisən ki, personajıva çox böyük məsuliyyətlə yanaşmısan. Mahnı seçimindən tutmuş, iş və nazın, bizə aldadaraq ipuçlarını başqa yerə aparmağın, hətta bu ən çox məni təsirləndirən sənin müəyyən qədər muğam oxumağın idi. Belə muncuq kimi düzmüşdün o xırdalığı, o boğazı mənə olmazın ləzzət verdi. Mən indi böyük stres yaşayıram ki, sənin maskan açılacaq. Mənə görə burada ola bilər İlqarə Kazımova, 2 Əminə Şirin, 3 Xatun. Teşekkürler. Biz bir neçə saniyədən sonra biləcəyik bu maska arxasında hansı məşhurdur. Təbii ki, maskanı çıxarmaq üçün mühafizəçilərimizi bura dəvət edirik. Və bu qədər müddət bizi intizarda qoyan, detektivləri aldadan, tamaşaçıları düşündürən və ən əsası çox gözəl ifalarıyla xüsusi olaraq bu səhnəni bəzəyən pişik kimsənsə